Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Ramiz Mehdiyevin istintaqın sonunda həbsxanaya göndərilib-göndərilməyəcəyi, yaxud yaşına görə ev dustaqlığında qalacağı məsələsi cəmiyyətdə xüsusi maraq doğurur. Mövzuya aydınlıq gətirmək üçün konkret. Azda danışan vəkil Ramil Süleymanov bildirib ki, hazırda istintaqın gedişi barədə dəqiq məlumat yoxdur. Sadəcə olaraq müəyyən detallar barədə istintaqa aparan hüquq mühafizə orqanları zaman-zaman ictimaiyyəti məlumatlandırmalıdır. Çünki Ramiz Mehdiyev kifayət qədər cəmiyyət üçün maraqlı şəxsdir və bu mövzuda informasiya qıtlığı yaranmamalıdır. Vəkil qeyd edib ki, hər şeydən əvvəl istintaq orqanı Mehdiyevin cinayət törətdiyini sübut etməlidir. İndiki halda kimsənin onu təqsirkar kimi təqdim etməsi təqsirsizlik prezumpsiyasının pozulması sayıla bilər. Dövlətə xəyanət isə bir nəfərin tək başına edəcəyi əməl deyil. Burada böyük bir şəbəkədən söhbət gedir.